Qəbul 2025 ilə davam edirik. 33-cü test. Kəsranilər sülaləsindən fərqli olaraq Məziədlər sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlar dövləti üçün xarakterikdir. Kəsranilər sülaləsi 1027-ci ildən 1382-ci ilə qədər mövcud olmuş. Məziədlər sülaləsi isə 861-ci ildən 1027-ci ilə qədər mövcud olmuşdur. Burada isə bizdən soruşur Məziədlər sülaləsinin hakimiyyəti dövrünə aid olan hadisəni götürəcəyik. Cəlalirlərlə mübarizə aparılması Məziədlər dövründə ola bilməz, çünki Cəlali dövləti özü 1340-cı ildə Bağdadda yaradılmışdı, 1410-cu ilə qədər isə mövcud olmuşdu. Məziədlər sülaləsini görmür bu. Ölkə ərazisinin Slavyanların basqınına məruz qalması isə hər iki sülaləyə oxşar cəhətdir. Çünki Kəsranilər dövründə də, məsələn 910-cu ildə, 909-cu ildə Slavyanlar hücum etmişdilər. Daha doğrusu Məziədlər dövründə də, eyni zamanda Kəsranilər dövründə də 1032-ci ildə Slavyanlar hücum etmişdilər. Teymurilərlə ittifaqın yaradılması Məziədlərə xas cəhət ola bilməz, çünki Teymuri dövləti 1370-ci ildə yaradılmışdır. Paytaxtın dəyişdirilməsi hər ikisinə oxşar cəhətdir, çünki Məziədlər dövründə paytaxt 918-ci ildə Əbu Tahir tərəfindən Şirvandan Şamaxıya köçürülmüş, Kəsranilər dövründə isə 1192-ci ildəki zəlzələ nəticəsində paytaxt Bakıdan, daha doğrusu Şamaxıdan Bakıya köçürüldü, çünki Şamaxıda zəlzələ olmuşdu. Deməli, paytaxtın dəyişdirilməsi oxşar cəhətdir. Salarilər dövlətindən asılı vəziyyətə salınması isə sırf Məziədlərə aid olduğuna görə cavab olacaq Y variantı. Çünki Salarilər dövləti 941-ci ildən 981-ci ilə qədər mövcud olmuş, Məziədlər sülaləsi isə bayaq dediyimiz kimi 861-dən 1027-yə qədər mövcud olmuş.